Salam dostlar, CityCard'ın avtobus dayanacaqları və şəhər üzrə hərəkət sxemini CityCard'ın öz rəsmi səhifəsinə daxil olaraq öyrənmək mümkündür. Bunun üçün Google və ya Chrome axtarış brauzerinə daxil olaq, CityCard az qeyd edək, axtarış panelinə açılan pəncərədə yuxarı sağ küncdəki 3 xətt kimi gördüyümüz menyuya daxil olaq və oradan xəritə alt menyusuna daxil olaq. Buradan yenə yuxarı sol küncdəki menyunu açaq. Gördüyünüz kimi burada avtobus nömrələri xəttlər üzrə, hər xəttə uyğun da aşağıda dayanacaqlar sıralanıb. Sağ tərəfə keçək. Sağ tərəfdə avtobusların hərəkət sxemi qeyd olunub. Gördüyünüz kimi göy rəngli zolaqlarda bu qeyd olunub və avtobusların hansı küçələrdən keçdiyini görmək mümkündür. Həmçinin burada biz dayanacaqların da işarələndiyini görürük. Dayanacaqların üzərinə vurduqda xəritədə hər bir dayanacaq açılır. Və beləliklə sayta daxil olaraq şəhər üzrə hansı istiqamətdə gedəcəksə o avtobusu rahatlıqla tapa bilərik.